Salam uşaqlar. Mənim Xudiyev Əlidir. Bu gün dərs nömrə 3 Figma-dır. Baxın bura. Figma aliqment nizamlama. Figma-da aliqment obyektləri düzgün sıraya salmaq və nizamlı yerləşdirmək deməkdir. Yəni düymələr, şəkillər, mətnlər və digər elementlər qarışıq göz səliqəli görünməlidir. Əgər aliqment düzgün olmazsa, dizayn qarışıq və bəşəkar görünür. Amma elementlər heç anlarda dizayn həm gözəl, həm də rahat görünür. X 53, Y 75. Evet. Let's go with A4 paper. Şimdi bakın. Let's see. Aha. Bak bu X 2025 342. Figma bir obyekt seçəndə sağ tərəfdə position hissəsində X və Y dəyərləri görünür. Bu rəqəmlər obyektin workspace-də harada yerləşdiyini göstərir. X nədir? X obyektin sol tərəfdə nə qədər uzaqda olduğunu göstərir. Yəni sağdan sağa olan məsafədir. X 5 sol tərəfə 20 piksel məsafədədir. Y nədir? Yuxarıdan nə qədər aşağıda olduğunu göstərir. Yuxarıdan aşağı olan məsafədir. Y bərabərdir 70, obyekt yuxarıda 70 piksel aşağıdadır. Əgər belədirsə, X bərabərdir 70, Y bərabərdir 70, bu demək ki, bir obyekt solda uzaqdadır. Yuxarıda 70 piksel aşağıdadır. Obyekt ekranın tam ikincidə yox, biraz içəridə yerləşir. Alt düyməsi ilə məsafə görmək. Figmada çox faydalı bu funksiya var. Əgər bir fiquru seçib klaviaturda alt düyməsini basın, onu digər obyektləri ya frame kənarlarına olan məsafəni görə bilərsən. Sağdan neçə piksel, yuxarıda neçə piksel ayrı şəkildə görünür. Bu xüsusiyyət UI dizaynda çox vacibdir. Çünki elementləri arası düzgün olmaqdır. Figmada alignment, left, right, top, bottom, horizontal, center, vertical. Figmada alignment obyektləri düzgün və səliqəli şəkildə yerləşdirmək üçün istifadə olunur. Əgər elementlər nizamsızdırsa, dizayn qarşı görünər. Amma nizamlama düzgün olduğu dizayn peşəkar və rahat görünür. Alignment əsasən seçilmiş bir neçə obyektin eyni xətt üzərində düzülməsini təmin edir. Alignment left. Bu funksiya seçilmiş obyektin hamısını sol tərəfdə eyni xəttdə göstərir. Üst düymə basa hər biri sağdadırsa, alignment left solda düzəlləşmir. Hamısı sol kənara eyni olur. Alignment right. Bu isə obyektlər sağ tərəfdən eyni xəttdə düzür. Hamısı sağ kənarı eyni olur. Bu xüsusiyyət kart və mətin düzülləşlərdə istifadə olunur. Alignment top. Bu funksiya obyektləri yuxarı hissən eyni səviyyəyə gətirir. Hamısı üst tərəfi eyni xəttdə olur. Alignment bottom. Bu isə obyekti aşağı eyni xəttdə 4 iz olur. Xəttdə hamısını alt tərəfi eyni səviyyədə olur. Horizontal center, üfüqi ortalama. Bu funksiya obyektləri solda sağa ortaya, obyektlər üfüqi olaraq mərkəzə gətirildiyi ortada görünür. Vertical center. Bu isə obyektləri yuxarıda aşağı ortalayır. Yəni şaquli olaraq mərkəzə yerləşdirir. Tam orta hiss olunur. Figma alt və alt üstəgəl shift ilə kopyalama. Bu da bir. Bu da iki. Orada 3.
budur 4. Figmada bir vurgu seçib al düyməsini basaraq şirkləşdikcə həmin obyektin kopyası duplikate yaranır. Yəni yeni bir fiqur çıxır və sən onu istədiyi yerə apara bilərsən. Arşiv nə edir? Arşiv həm kopyadır, həm də düz xətt üzərində nizamlı aparır. Əgər fiqurlar qarışıq vəziyyətdirsə, bu düyməyə basaraq hamısını eyni xətt üzərində düzəldə bilərsən. Spacing nədir? Spacing obyektin arasındakı məsafəni idarə edir. Ortada yerləşən qırmızı xətt vasitəsilə də etmək olar. Figmada bir neçə fiquru birlikdə seçəndə onların arasında qırmızı dairələr görünür. Bu dairələr vasitəsilə obyektlərin yerini daha rahat dəyişmək olur. Figmada əgər fiqurların ölçüləri bir-birində və fərqlidirsə, məsələn biri hündür, biri biri böyük, biri kiçikdirsə, bir də Aligned Top və ya Aligned Bottom etdikdə hesablanan xüsusi qayda ilə olur. Aligned Top necə işləyir? Aligned Top seçilmiş bütün dəyişim obyektləri öz hissəsini eyni xərdə gətirir. Yəni struktur və ya adlamasının fərqi yoxdur. Figmada bir neçə fiquru birlikdə seçəndə onların arasında qırmızı dairələr görünür. Bu da seçili obyektə yeni daha rahat dəyişmək olur. Figmada əgər fiqurların ölçüləri bir-birində fərqlidirsə, onları birlikdə seçib Aligned Top və ya Aligned Bottom hesablar xüsusi qeydə elə olur. Aligned Top necə işləyir? Top seçilmiş bütün obyektlərin hissəsini eyni xəttdə göstərir. Ən hündür və ya ən qısa olmasının fərqi yoxdur. Hamısının yuxarı kənarı eyni səviyyədə olur. Bu zaman aşağı hissələr fərqli görünə bilər, çünki hündürlüyü fərqlidir. Sadə desək, yuxarı hissəyə gözəl düzdür. Aligned Bottom necə işləyir? Burada isə obyektlərin aşağı hissəsini eyni xəttdə gətirir. Bu zaman hamısının alt tərəfi düz olur, amma üst hissələri fərqli görünə bilər. Sadəcə aşağı hissəyə görə düzülür. Figma tidy up seçilmiş fiqurlar avtomatik olaraq salan və nizamlayan funksiyadır. Əgər obyektlər qarışıq vəziyyətdirsə, biri yuxarıda, biri aşağıda araları fərqlidirsə, tidy up onları daha düz və professional formada yerləşdirir. Bu ortadakı qırmızı xətt vasitəsilə düzəltmək olur. Burada həm horizontal, həm də vertikal məsafəni təyin etmək olur. Sol tərəfdə formada sağ tərəfinə gətirmək üçün aşağıdakı ardıcıllıqları yerinə yetirmək lazımdır. Figmada letter spacing hərfləri bir-birindən nə qədər uzaq və ya yaxın olmasını göstərir. Sağ dildə desək, hərflər sıx yazılacaq, yoxsa aralı bu spacing idarə edir. Bu xüsusiyyətə bəzən tracking də deyilir. Bax, qurtardıq. Abunə olun və like elə. Buranı videoda qurtardıq. Sağ olun uşaqlar və sağ olun dostlar.